Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu gün sizə 10-cu siniflər üçün keçirilən OTK sınavının icabını verəcəm. Birinci sualda verilib ki, mətn redaktorunda seçilmiş mətni mərkəzə düzləndirmək üçün hansı qısa yoldan istifadə edilir? Ümumiyyətlə, 4 cür düzləndirmə var Word-də. Sola düzləndirmə Ctrl-L-dir, sağa düzləndirmə Ctrl-R-dir, mərkəzə düzləndirmə Ctrl-Y-dir, hansı ki bizdən soruşulan. Ctrl-J isə tam düzləndirmənin qısa yoludur. Biri olur Y bəndi. İkinci sualda isə verilib ki, C14 xanasında olan bu düsturu bir xana sola və 4 xana yuxarıya köçürsək, hansı düstur alınar? Baxın, bir xana sola köçürəndə artıq bir sütun sola keçir. Bu formada düzülür də sütunlar A, B, C, D, Y, F, G. Artıq buradakı xananı C14 deyək də, C14 xanasını bir xana sola köçürəndə bir sütun sola keçir. Yəni C14-dən keçir B və deyir ki, 4 xana yuxarı. 4 xana yuxarı hərəkət eləyəndə isə sətr artıq azalır. 14-dən keçir 10-a. Yəni biz B10 xanasına köçürəcəyik bu düsturu. Gəlin baxaq indi. C14'də verib C dollar 12 üstəgəl dollar D 13 üstəgəl 2 vurulsun sam dollar C5 qoşa nöqtə D dollar 3. Deməli, C-dən B-yə bir sütun azalıb deyə, bu da C-dən B-yə keçir. 12-nin qarşısında dollar olduğuna görə 12 dəyişmir, mütləqdir. Burada da D-nin qarşısında dollar var, sütun mütləqdir. Yəni, nəyin qarşısında dollar varsa ona dəymirik. İndi sətr isə 14-dən 10-a keçib, yəni 4 vahid azalıb. Deməli, 13-ü də 4 vahid azalsaq, olacaq 9. Bundan sonra ədədlər xana dəyişilməsi zamanı dəyişmir, yəni sabit qalır. Burada da dollara görə C-ni saxlayırıq. Sətr 4 vahid azaldığına görə 5-i 4 vahid azaldıq, 1 yazırıq. İndi sütun da 1 vahid geriyə gedib, D-dən də 1 vahid geri C gəlir. Dollara görə yenə 3-ə dəymirik. Yəni, belə bir düstur almalıdır. B12, D9, C1, C3 olur 2-yə Y bəndi. Bu formada. Sonra 3-cü sualda verib ki, Windows əməliyyat sistemi ilə bağlı verilmiş fikirlərdən doğru olmayanı müəyyən et. A variantında verilib ki, faylın adı 255 simvoldan az ola bilməz. Əksinə, ola bilər. Belə versəydi düz olardı ki, 255 simvoldan çox ola bilməz. Amma az ola bilər yəni. Faylın tipi orada saxlanılan verilənin tipini göstərir. Bəli. Məsəl üçün, kitab.docx yazıbsa, artıq bilirik ki, burada mətn faylı saxlanılır. Faylın adı hərf və rəqəmlərdən ibarət ola bilər. Bəli, ola bilər. Belə bir qadağa yoxdur. Faylın adında deməli, bərabərsizlik işarəsi istifadə etmək olmaz. Bu da doğrudur. Faylın adı rəqəmlə başlaya bilər. Bu da doğrudur. 64. Gəlin bu sualı götürək. 64-də verilib ki, raster qrafik təsvirin çevrilməsində 3 əməliyyat icra edilir. Rəng palitrası RGB-dən monoxrom palitraya dəyişilir. Təsvirin eninə olan piksellərin sayı 12 dəfə artır. Hündürlüyünə olan piksellərin sayı isə 4 dəfə azalır. Bu zaman həcm necə dəyişər? Ümumiyyətlə, şəklin həcmi bilirik ki, piksellərin sayı vurulsun, rəng dərinliyinə bərabərdir. Və həm piksellərin sayından, həm də rəng dərinliyindən düz mütənasib asılıdır. İndi RGB-də rəng dərinliyi 24 bitdir. Monoxrom rəngli palitraya keçəndə isə rəng dərinliyi 1 bit olur. Yəni, belə çıxır ki, 24-dən 1-ə keçəndə həcm 24 dəfə azalmış olur. Biz bunu belə ifadə edirik, vurulsun, I bölək 24. Eninə olan piksellərin sayı M olsun, məsələn. Deyir, M 12 dəfə artırılıb. Onda M-i 12-yə vuracaq. Hündürlüyünə olan piksellərin sayı isə 4 dəfə azalıb. Onda N-i 4-ə böləcəyik. Yəni, 4 dəfə azalma bu deməkdir. Burada ixtisar aparsaq, M vuraq N, vur I, bölünsün 8 alırıq. İlkin həcmi bu idi, sonraki həcmi bu oldu. Deməli, 8 dəfə azaldı. 64-də olur A bəndi. Sonra 65-ci sual.
sorğulara aiddir. Dəqiqə. Sorğularda da əgər birinci mötərizə varsa, mötərizənin içərisini həll edirik. Sonra mötərizədən sonra not, sonra and, sonra isə or yerinə yetirilir. Gəlin onda birinci mötərizələri hesablayaq. Notu saxlayırıq hələ, çünki mötərizə var. Fizika sütununda, yəni 45-dən böyük qiymət olanları seçirik. 45-dən böyük olanlar 1-dir, 3-dür və 4-dür. Sonra and, kimya sütununda 60-dan kiçik olanları seçirik. 1, 2 və 4. 1, 2, 4. Bunlar. Sonra yenə and gəlir. Hələ ki, hamısını yazaq. Sonra axırda hesablayarıq. Cəbr sütunu 63-dən böyük bərabər olanlar. 2-dir. Yəni, baxın, 2-dir, 3-dür. 63-dən böyük bərabər yazılıb deyə 63-ün özünü də götürürük. Təbii ki, 4-dür. Bir də 6-dır. Bir dəqiqə, üzr istəyirəm. 62 yox, axı, çaşdım. 2 yox. 3, 4, bir də 6. 63-dən böyük bərabər olanlar. Or, biologiya sütunu 65-dən böyük olanlar. 1, 3 və 4. Artıq mötərizənin içərisini hesablaya bilərik. Ən kəsişmə olduğuna görə 1, 3, 4 ilə 2, 4-ün kəsişməsi bizə verir 1, 4-ü. Daha sonra yazırıq and. Bu mötərizənin içərisini hesablasaq, or birləşmədir deyə birləşmə götürürük. Yəni 1, 3, 4, 6. Artıq birinci notu sonra əndi icra etməliyəm. Çünki əməllər sırasında birinci not gəlir. 1, 4-ün əksi, yəni not inkar edir. 1, 4 olmayan sütunları götürürük. Bunlar da, daha doğrusu sətirləri götürürük. Bunlar da hansılardır? 2, 3, 5, 6. Sonra yazırıq and. 1, 3, 4, 6. İndi and kəsişmə olduğuna görə bunların da kəsişməsi bizə verir nəyi? 3, 6-nı. Nəticə etibarilə, yəni bu sorğuya cavab verən yazıların sayını müəyyən edin. Yazı sətirdir. Yəni hansı sətirlər? Neçə sətir cavab verib? 2 sətir. Sonra 66-da verilib ki, verilənlər bazasının modelləri ilə bağlı uyğunluğu müəyyən edin. İyerarxik, relyasiya, şəbəkə. Gəlin baxaq. İyerarxik struktur ağac modelidir. Yəni, başda kök bir təpə dayanır, sonra bu formada şaxələnərək davam edir. Bu qraflarda da var ağac modeli. Yəni, eyni onun həmin versiyada, yəni ağac modelidir başqa sözlə, iyerarxik forma. Relyasiya cədvəldir. Yəni, qısa sözlə desək, cədvəl. Şəbəkədə isə qraflara bənzədə bilərik. Yəni, təpələr bir-biri ilə ixtiyari qaydada əlaqələnir, verilənlər. Yəni, bu formada əlaqələndirə bilərik. İndi bu şəbəkə, bu iyerarxik, bu da relyasiya. Verilənlərin nizamlı ağac şəklində təsvirinə əsaslanır. Onda iyerarxik olacaq da bu ağac modeli olacaq iyerarxika uyğun. Verilənlər bazası iki ölçülü cədvəl şəklində hazırlanır. Bu olacaq relyasiya. Aşağı səviyyədə yerləşən hər bir bənd daha yuxarı səviyyədəki ancaq bir bəndlə əlaqədə olur. Deməli, bu ağac modelinə uyğundur da. Biz bilirik ki, hər bir təpə özündən əvvəldəki yalnızca bir təpə ilə əlaqəlidir. Məsələn, bunun bununla əlaqəsi ola bilmir. Və yaxud bunun bununla əlaqəsi ola bilmir bu formada. Yəni, ancaq özündən əvvəlki təpə ilə əlaqədə olur. Deməli, bu da olur, iyerarxik modelə aid. Hər bir element istənilən başqa elementlə əlaqədə ola bilər. Bu şəbəkədir. Baxın, hər bir element istənilən bir elementlə əlaqədə ola bilər. Yəni, qarışıq şəkildə. Verilənlər bazası modelinin əsas anlayışları sahə və yazılardır. Bilirik ki, cədvəldədir də bu sahə sütunların adlarıdır, yazıda sətirlərin adlarıdır. Artıq sütun və sətir, yəni sahə və yazılar relyasiya modelinə uyğundur. 1-ə AC, 2-yə BY, 3-ə də D olur B bəndi. Sonra 67. Onluq say sistemində verilmiş 16 üstü n plus 3. Bu ədədi ikilik say sistemində təsvir etsək neçə rəqəmli ədəd alınır?
Biz qüvvət üstü, belə deyək, ədədləri əvvəlcə həmin say sisteminin qüvvəti şəklində ifadə etməliyik ki, həmin say sisteminə çevirə bilək. Yəni 16-nı 2 üstü kimi təsvir etməliyik ikiliyə çevirmək üçün. Bu da 2 üstü 4-ə bərabərdir. Üstü yenə n+3 də var. Burada 4-ü n+3-ə vursaq, 4n+12 alırıq. Bu ikilikdə necə təsvir olunur? Əmsal 1-dir. 1 yanına nə qədər 0? 4n+12 sayda 0 artırılır. Bax, bu formada. Deyir, neçə rəqəmli ədəd alınar? 4n+12 dənə burada 0 var. Əvvəldə bir dənə 1 də var. Bu 1-i də üstünə gəlsək, neçə rəqəmli ədəd eləyir? 4n+13 rəqəmli bir ədəd alınır. Sonra 68. Açığı 68-də ədədlər görünmür. Buna görə bilmirəm bu necə hesablanacaq, amma yenə belə izah verə bilərəm təbii ki. Bu 6-dır, dəqiq görünür. Bu ya 9-dur, ya 5-dir. İkisindən birinə bənzər. Buradakı hesablamalar da aydın görünmür. Sadəcə bunu deyə bilərəm ki, A2, C2, 3 xana var da burada. Bu 3 xanadan biri 50%-dir. Baxın. Yəni biri, o biri ikisinin cəminə bərabərdir. A2 deyəsən belə yazılıb. B1 çıxılsın A1. Çıx 4 kimi oxunur. B2 bərabərdir A1 plus B1. Ya çıxdı, ya vurdu. Gəlin çıx C1 yazaq. C2-də isə yazılıb A1 üstəgəl C1. Burada da silinib. Bunu da çıx B1 götürək. Görək nə alınır. Yenə deyirəm, ya 9, ya 5-i oxşuyur. Bunları dəqiq bilmədim. Çıxma da ola bilər, vurma da ola bilər. Yəni, B1 nədir? 6-dır. Bu mənfi olar. Yəqin ki, bu 5 olar da, mənfi alınmasın. 6 çıx 5. Amma onda da çıx 4 olanda da mənfi alınır. Bəlkə də bu vurmadır. 6 çıx 5. 1, 1-i 4-ə vuranda 4. A1 plus B1. Bu bizə verir 11-i. 11 çıxaq C1. Belə yazaq bəlkə. A1 üstəgəl C1. A1 5 üstəgəl X. Çıxaq B1. B1 də nədir? 6. Onda nə verir? X minus 1-i. Burada X maksimum lap 5 olsun da. 5 belə olsa, ən böyük xana bizə verir bunu. Gəlin onda 11 çıx X-i bu ikisinin cəminə bərabər götürək görək nə alınır. 4 üstəgəl X minus 1. 2X bərabərdirsə 8-ə, X də bərabərdir 4-ə. Görün, düz tapdıq. 4-dən 1 çıxanda 3, 8. Yəni, belə aldım, amma bilmirəm, yəni açığı bu hesab əməllərini düzgün yazmışam mı? 68 belə. 69. A şəhərindən, yəni buradan, N şəhərinə L-dan keçməməklə neçə yolla getmək olar? L-dan keçməməliyiksə, L-ya gələn yolları bağlayaq, bir də L-dan çıxan yolları bağlayaq. Bundan sonra bilinən yəni bir qayda var ki, əgər A-dan deyirsə, həmin təpədən çıxan tillərin üstünə 1 yazmaqla başlayırıq. Sonra baxırıq ki, C-yə 1 til gəlir və həmin tilin üstündə yazılan ədəd qədər C-dən çıxan tillərin üstünə həmin ədədi qeyd edirik. Sonra B-yə də 1 til gəlir və həmin tilin üstündəki ədədi B-dən çıxan tilin üzərinə yazırıq. Baxsaq, D-yə 3 dənə til gəlir. Bu tillərin üstünü toplasaq, bizə 3 verir. Deməli, D-dən çıxan tillərin üstünə 3 yazırıq. Sonra Y-yə 1 til gəlir və o tilin üstündəki ədədi də Y-dən çıxan tilin üstünə yazırıq. G-ni hələ tapa bilmirəm, çünki G-yə F-dən də yol gəlir. Gəlin onda F-lə davam edək. F-ə bircə til gəlir və həmin tilin üstündəki ədəd də 3-dür. Deməli, F-dən çıxan tillərin üstünə 3 yazırıq. İndi G-yə gələn tillərin üstünü toplayaq. 3, 3, 6, 7, bu da 8. G-dan çıxan tillərin üstünə 8 yazırıq.
M-ə 8 gəlibsə, 8 M-dən çıxır. Artıq N-ə gələn birbaşa yolların cəmini hesablayırıq. Bu da bizə verir 16 üstəgəl 3, 19-u. Yəni A bəndi. Sonra 70. Uyğunluğu müəyyən edin. Funksional düymələr. F1-dən F12-yə qədər olan düymələrə bilirik ki, funksional düymələr deyilir və 1-ə uyğundur B. Xidməti düymələr. Kontroldur, shiftdir, daha sonra backspace, delete, yəni bu düymələr qrupuna aiddir. End ilə page up isə kursoru idarə edən düymələrdir. 1-ə B, 2-yə C, D, 3-ə A, Y olur A bəndi. 70 belə, sonra 71. Tətbiqi proqramlar sinifinə aid olmayan proqramı müəyyən edin. Burada Linux əməliyyat sistemidir və əməliyyat sistemləri sistem proqramlarına aiddir. Yəni, kompüterə xidmət göstərir. Qalanları isə istifadəçiyə xidmət göstərir. Yəni, müəyyən məsələ həlli üçündür. Ona görə qalanları tətbiqi proqramlardır. 72. Elektron cədvəlin bu diapazonda verilmiş sətirlərin sayı, bu diapazondakı xana sayından, daha doğrusu bu diapazondakı xanaların cəmini hesablayın. Yəni, buradakı sətirlərin sayı ilə buradakı xanaların cəmi. Sətirlərin sayı A3, F6. Bunlardır da sətirlər. Burada necə tapırıq? 6 çıx 3 plus 1. Həm 6-nı, həm 3-ü götürsün deyə çıxandan sonra üzərinə 1 gəlirik. Bizə 4 dənə sətir verir. Xana sayını tapanda isə sətirlərin sayını sütunların sayına vururuq. C-dan G-ya neçə sütun var? C, D, Y, F, G. 5 dənə. Sətiri də tapanda 4 çıx 2 plus 1. Deməli, 5 vurulsun 3, bu da 15-i verir. 15 xana, 4 dənə də sətir. Cəmi bizə verir 19-u. Sonra 73. İfadənin nəticəsini megabaytla ifadə edin. 224 biti megabayta çevirsək, bitdən megabayta keçəndə 223-ə bölürük. Bu bizə verir 2 megabaytı. 2048 kilobaytı megabayta çevirsək, 1024-ə bölək. Bu bizə verir 2 megabaytı. 220 baytı megabayta çevirsək, baytdan megabayta keçəndə də 220-yə bölürük elə. Bu da 1 megabaytı verir. 2 üstə gəlir ki, 4 çıx 1. Olur 3 megabayt. 73 belə, 74. İnformasiyanın növlərini müəyyən edin. İnformasiyanın növləri, yəni duyğu üzvləri ilə qəbul etdiklərimizdir. Səs, görmə, taktil, dad, qoxu, yəni bunlardır. Bu mətindir, sonra ədədidir, qrafikdir. Bunlar təqdim edilmə formaları gedir. 75. Hansı faylların öz həcmi ilə diskdə tutduğu həcm eynidir? Nə zaman öz həcmi ilə diskdə tutduğu həcm bərabər olar? Əgər klasterin həcminə tam bölünərsə, qalıqsız bölünərsə. Məsələn, heç bunlar kənara qalsın. Tutaq ki, faylın həcmi 12 kilobaytdır da. Biz bunu neçədən də 4 kilobaytlıq klasterə yazarıq? 12 böl 4, 3 dənə. Təzədən tapdığımız klasterin sayını klasterin həcminə vuranda yenə 12 alırıq. Baxın, öz həcmi ilə diskdə tutduğu həcm eyni olur. Deməli, 4-ə tam bölünən ədədləri seçməliyik buradan. 1-dir. 2-dir, bölünmür. O da bölünmür. 3 dəfə 12, bir də 3 dəfə yenə. Bəli, bu da bölünür, bölünmür. 1, 2, 5 olur B bəndi. Sonra, elektron cədvəlin D7 xanasına belə bir düstur yazılır və bu düsturun qiyməti 35-ə bərabər olur. Və deyir ki, D6 xanasının qiyməti də 17-dir. Verilmiş bu düsturun qiyməti nəyə bərabər olar? Bunun açılışı nədir? D1-dən D5-ə qədər olan xanaların cəmi sam cəmləmə funksiyasıdır. Bu da diapazondur. Yəni D1, üstəgəl D2, D3, D4, D5. Bu bizə neçəni verib? 35-i. Həmçinin, bax, bu qiymət D7-yə yazılıb. Yəni D7-nin özü də 35-dir. Və bizə deyir ki, D6-nın da qiyməti 17-dir. Bəs bu düsturun yəni qiyməti nəyə bərabər olar? Bunun açılışı nədir? D1-dən D7-yə qədər olan xanaların cəmi deməkdir.
Mən indi uzun yazıram. Əslində heç belə yazmağa da gərək yoxdur. Yəni D1-dən D5-ə qədər bilirik ki, nədir? 35. Üstəgəl D6 neçədir? 17. D7-də neçədir? 35. Cəmləsək 70 üstəgəl 17. Bu da eləyir 87. Olur Y bəndi. Sonra 77. Aşağıda iştirakçıların ifaçılıq bacarığı müsabiqəsi haqqında verilənlər bazasının əlaqələndirilmiş cədvəllərindən fraqment verilib. Cədvələ görə neçə ölkənin nümayəndəsi Şopenin əsərini ifa edir? Baxaq. Deməli, Şopenin əsərini ifa edən Lombardi iştirakçının adıdır və baxırıq ki, həmin şəxs İtaliyada, yəni İtaliya vətəndaşıdır. Onda bir ölkə olur İtaliya. Sonra növbəti Şopen yazılan hissəyə baxaq. Muradov, bu da Azərbaycanlı, bir ölkədə olur Azərbaycan. Növbəti Şopen yazılan hissəni axtarsaq, Bakon. Bakonu birinci cədvəldə axtarsaq, Amerika. Yenə Şopen yazılan hissəyə baxsaq, Moretti. Moretti isə yenə İtaliyaya vətəndaşıdır və İtaliyanı biz bir dəfə yazmışıq. Bizə deyir ki, neçə ölkənin vətəndaşı, yəni var burada. Neçə ölkənin nümayəndəsi. Yəni bir ölkənin niyə iki dəfə sayaq? Ona görə lazım deyil. Sonra Şopenin əsərini ifadə fleyta var. Fleytada baxsaq, bir dəqiqə üz üstəm alət deyil bu. Ritter. Ritter iştirakçı Amerikada. O da Amerikadandır və Amerikanı yenə bir dəfə yazmışıq. Ona görə ikinci dəfə yazmırıq. Yəni neçə ölkənin nümayəndəsi olur? 3 ölkənin. Sonra deyir ki, bu yəni şəxslər eyni universitetin iqtisadiyyat, marketinq, maliyyə və beynəlxalq münasibətlər fakültəsində təhsil alırlar. Gəlin fakültələri yazaq. İqtisadiyyat, qısaca qeyd edirəm, marketinq, maliyyə, bir də beynəlxalq münasibətlər. Hər fakültədə 2 nəfər təhsil alır. Bu mütləqdir, yəni bizə verib. Bahar beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Qeyd eləyək bura. Cəmilə və Elnur eyni fakültədədirlər. Hansında olduğunu bilmirəm, amma dəqiq bilirəm ki, ikisi eyni fakültədədirlər. Yəni Cəmilə və Elnur. Sonra Akif və Habil fərqli fakültədədir. Ola bilər. Keçək o birinə. Marketinq ixtisasında oxuyanlar oğlan deyil. Biz əsas, baxın, buna görə təyin edəcəyik. Çünki dəqiq bir fikir verib ki, marketinqdə oxuyanlar oğlanlar deyil. Bahar onsuz da beynəlxalq, yəni münasibətlərdə oxuyur. Onu çıxdıq. Yəni oğlanlar marketinqdə oxumursa, qızlar yəni bu fakültədə təhsil alacaq. Və qızlardan da Bahar çıxmışıq. Cəmilə də Elnurla eyni fakültədə təhsil aldığına görə Cəmiləni də marketinqə qoya bilmirik. Çünki Cəmiləni biz bura yəni yerləşdirsin. Onda gərək Elnur da marketinqdə təhsil alsın. O da düz gəlmir. Çünki marketinqdə oxuyanlar oğlan deyil. Deməli, onda marketinqdə kimlər yəni təhsil alır? Dilbər, qızlar yəni. Bir də Günay. Yəni 2 nəfər. Və bundan sonra baxın, deyir ki, aşağıdakılardan hansı mütləq doğru olacaq? Onsuz bu misala görə hər şeyi biz tapa bilmirik, yəni hərəsinin hansı ixtisasda oxuduğunu. Çünki dəqiq fikirlər çox yoxdur. Biz varianta görə baxacağıq. C variantına baxsaz, deyir ki, Akif və Günay müxtəlif fakültədədirlər. Bu mütləq doğrudur da. Günay marketinqdə təhsil alır və Akif də oğlan olduğuna görə marketinqdə təhsil ala bilmir və 100% doğrudur ki, bunlar müxtəlif fakültədədirlər. Məsələn, Cəmilənin ixtisası iqtisadiyyatdır. Bunu dəqiq bilmirəm. İqtisadiyyat da ola bilər, maliyyə də ola bilər. Yəni, bu dəqiq deyil. Və yaxud Akifin ixtisası maliyyədir. Dəqiq bilinmir, yəni. Belə. Sonra 79. Deyir ki, C4 xanasına dollar B2 üstəgəl C dollar 1 vurulsun A3 belə bir düstur yazılır. Bu düsturu hansı xanalara köçürtmək olar? Baxaq, C2 köçürdə bilərikmi? Sütun dəyişməyib, sətir də 2 vahid azalıb.
Dollara görə biz B-yə dəymirik. Sütun mütləqdir. Sətri amma azaltmalıyam. Baxın, sətir 2 vahid azalıb deyə gərək mən 2-ni də 2 vahid azaldım. Onda bu sıfıra düşür. Belə bir xana yoxdur axı. Deməli, bu düzgün deyil, yəni köçürtmə olmur. Bu Excel-də xəta baş verir. Yəni, 1-ə köçürtmək olmaz. C3-ə baxaq. Sütun dəyişməyib, sətir isə bir vahid azalıb. Hətta qoy qarışmasın. Onsuz da C2-ni tapdıq. Belə silək. C3-ə baxaq. C3-də də bir vahid azalıb sətir. Dollar B, 2-ni bir vahid azaltmaq olar. Burada birin qarşısına dollar var deyə biz bu birə dəymirik. Sütun da dəyişməyib deyə sütunları olduğu kimi saxlayıram. 4-dən 3-ə 1 vahid azalıb deyə 3-dən də 1 vahid azalıb 2-yə keçə bilər. Yəni 2-yə köçürdə bilərik. Bəs B3-ə necə? Əslində burada bütöv yəni düsturu bir-bir yazmağa heç gərək yoxdur. Bura baxın, məsəl üçün B3 yazmışıq da. C-dən B-yə bir sütun geri gedir axı. Baxın görün, buradakı sütunlardan hansısa birini bir sütun geriyə çəkmək olmazmı? Yəni, A sütununa baxsaq, bu bir vahid sola sürüşdüyünə görə, gərək biz A-nı da bir vahid sola köçürdək. A-dan, yəni cədvəldə A-dan sola sütun yoxdur axı. Deməli, mən B3-ə köçürdə bilməyəcəm. Sonra D3-ə baxın. C-dən D-yə bir sütun, yəni sağa gedib, 4-dən 3-ə isə bir sətir azalıb. Yenə baxın. Sətirlər 2-dir, 1-dir, 3-dür. Bu 1 dollara görə onsuz dəyişmir. 2-ni bir vahid azaltmaq olar, 3-ü də bir vahid azaltmaq olar. Və C-dən də D-yə bir sütun sağa getdiyinə görə, buradakı istənilən bir sütunu sağa sürüşdürə bilərik. Yəni D3-ə köçürtmək olar. Y4-ə baxın. Y4. C-dən Y-yə neçə sütun, yəni C, D, Y 2 sütun sağa sürüşüb. 4 sətir isə dəyişməyib. Baxın, sətiri dəyişməyəcəyik, olduğu kimi saxlayacağıq. Buradakı istənilən bir sütundan da 2 vahid sağa hərəkət etmək olar. Deməli, bu da olacaq. Ancaq D1-ə olmayacaq. Çünki burada sətir 3 vahid azalıb. Mən nə bu 2-ni, nə bu 3-ü, yəni bu sətirləri 3 vahid azalda bilmirəm. Məsələn, dollar B, 2-ni 3 vahid azalsam -1, belə bir sətir yoxdur axı, xəta olacaq. Deməli, hansılara köçürdə bildik? 2, 4, 5-ə olacaq Y bəndi. Sonra 80. Mətn prosesorunda hazırlanmış sənədin ilkin variantı 3 abzasdan ibarətdir. 1, 2, 3 formasında. Deyir, yuxarıdakı qaydada ardıcıl düzülmüş abzaslar 3 əməliyyat yerinə yetirilir bunlar üzərində. Birinci abzas seçilir. Bu abzas seçilir. Sonra Ctrl-C vurulur. Ctrl-C kopyalayır. Kopyalananda obyekt öz yerində qalır axı. Yəni, sadəcə onun nüsxəsini biz götürmüşük. Sonra deyilir ki, 3-cü abzasın əvvəlinə kursor gətirilir və Ctrl-V vurulur. Ctrl-V-də kopyaladığımız ya kəsdiyimiz obyekti yapışdırır. Baxın, 1 öz yerində qalıb, 2 də qalıb, 3-dən əvvələ yapışdırıb. Deməli, 3-dən əvvəldə nəyi yapışdırır? 1-i kopyalamışlar. Sonra da 3 gəlir. Daha sonra deyir ki, 2-ci abzas seçilir. Bundan sonra bir dəqiqə. Burada qoy tələsməyək. Hələ deyir ki, və bu əməliyyat yenidən icra olunur. Heç bunu oxumadım. Tələsdim. 1, 2, 1, 3. Belə idi də, düzdürmü? Deyir ki, və bu əməliyyat yenidən icra olunur. Yəni, biz eyni şeyi təkrar yerinə yetiririk. Yəni, bu etdiyimiz əməliyyatı neynədik? Kursoru 3-cü abzasın əvvəlinə gətirdik, bura. Və Ctrl-V-ni vurduq. Deməli, onda kopyaladığımız o birinci abzası 3-dən əvvələ bir daha yapışdıracaq. Yəni, 2 dənə 1 olacaq burada. Belə çıxır ki. Sonra deyir, ikinci abzas seçilir və Ctrl-X vurulur, kəsilir.
Onda nəticədə nə olur? 1, 1, 1 və 3. 3 dənə 1, 3. Baxaq görək, 3 dənə 1, 3 varmı? 3 dənə 1, 3. Bəli, D bəndində var. 3 dənə 1, 3. Sonra 81. Deyir, bu rəqəmlərdən istifadə edərək 300 ilə 800 arasında yerləşən və rəqəmləri müxtəlif olan neçə ədəd düzəltmək olar? 300 ilə 800 aralığındakı bütün ədədlər 3 rəqəmlidir də. Deməli, onda 3 dənə belə oyuq çəkək. Birinci rəqəm kimi biz hansı rəqəmləri götürə bilərik? 300 ilə 800 arasındadırsa, ədəd 2 ilə başlamayacaq ki, 2-ni götürməyəcəm onda. 3 ilə başlayacaq, 4 ilə ola bilər, 5, 6, 7. Yəni 300, 400, 500, 600, 700 ola bilər. Amma 8-i yazmıram. Çünki bu aralıqdadırsa, maksimum bu lap 800 olsun. O da ola bilmir. Çünki bizə şərtdə verib ki, rəqəmləri müxtəlif olan neçə ədəd düzəltmək olar. Məsələn, 798 axırıncı olacaq da, rəqəmləri müxtəlif. Hətta 799-u da götürə bilmirəm, çünki rəqəmlərdə təkrarlanma var. Buna görə 800 onsuz da götürülə bilmir. Rəqəmlər 2 dənə 0 təkrar olduğuna görə. Yəni, ədəd burada 8-dən heç başlaya bilmir. Neçə variant olur, yəni birinci rəqəm kimi götürməyə? 1, 2, 3, 4, 5 dənə. Artıq ikinci rəqəm kimi mən 2-ni istifadə edə bilərəm. Tutaq ki, buradan mən 3-ü seçmişəm də, ədəd 3 ilə başlayır. Rəqəmləri müxtəlif deyir axı. Bura artıq 3 yaza bilməyəcəm. 4, 5, 6, 7, amma 8-i də yaza bilərəm. Çünki yəni, bu rəqəmlərdən istifadə etməklə deyir. 8 ikinci rəqəm kimi ola bilər. Neçə rəqəm olur? 1, 2, 3, 4, 5, 6 dənə. Tutaq ki, buradan da 2-ni seçmişəm. Yəni, ikinci rəqəm kimi. Onda ikinci rəqəm, yəni üçüncü rəqəm kimi mən 2-ni seçə bilmirəm. 4, 5, 6, 7, 8 ola bilər. 3-ü də götürə bilmirəm. 2-ni də. Neçə variant qalır? 5 dənə. 5 vur 6, 30. Vuraq 5, 150 ədəd düzəltmək olur. Faylın tam adının düzgün ardıcıllığının göstərildiyi cavabı müəyyən edin. Birinci disk adı gəlir. Yəni C diski, ya D diski, lokal disk. C qoşan nöqtə drop. Bundan sonra baxırıq ki, burada onsuz drop var. Yəni dropla başlayanı qoymaq düzgün deyil. Mən durub 4 ilə 6-nı bura yerləşdirə bilməyəcəm. 4 ilə 6-nı bura yerləşdirə bilməyəcəm. Çünki bir dəqiqə. Ay yox, 2 drop gəlir axı, düzdür. Diskdən sonra 2 drop işarəsi gəlir. Yerləşdirə bilirik. Ya 4 olacaq onda. 2, 3. O da yoxdur heç. Əslində diskdən sonra elə 2 drop işarəsi olmalıdır da tam adda. Amma 2-dən sonra nə 4 yoxdur, baxsaq, nə də 6 yoxdur. Ya 3 var, ya 5 var. Ya 3 var, ya 5. Mən deməli 3-ü yox, 5-i götürərəm. Çünki 3-ü yazsam, bura bir informatika yazım da, tutaq ki, informatika. Bundan sonra bir drop gəlir. Tutaq ki, mən 3-dən sonra qoydum nəyi? Bu 3-dən sonra variantlar nə var? Ya 4 var, ya 5 var. 4-ü qoysam 2 drop gələcək. Bu düzgün deyil, ortada belə 2 dropun gəlməyi. 5-i qoysam, mövzuları qoysam. Bu ola bilər, mövzular ola bilər. Yəni 2, onda nə gəlir? 3, 5, bunu çıxaq. Bunlar da olmayacaq, onsuz da birinci disk gəlir. 2, 3, 5 kimi götürsəm, sonra 4-ü qoysaq, testlər. Sonra 6-nı qoysaq, sonra 1-i qoysaq, elə bu düz gəlir. İndi bir də bunu yoxlayaq, 2, 5 ilə olanı. 2, yəni C qoşan nöqtə. Sonra 5-i qoysaq, mövzular. Sonra 3 gəlsə.
Hə, bu olmur. Çünki bunların arasında bir ayrıcı xətt olmalıdır axı. O da yoxdur. Mövzular sonra informatika yazsam bitişəcək. Yəni bu olur. Amma əslində burada da 2 drop olmalı idi. Yəni faylın adında elə yazılır da. Məsələn, yəni digərləri ola bilmir. Bir dəqiqə gözləyək. Sonra davam edək. 83. Unicode sistemində yığılmış 3 səhifədən ibarət olan informasiyanın həcmi 4200 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 4 dəfə azdır. Bunu necə ifadə edə bilərik? 1, 2, 3. 3 dənə səhifə var. Deyir, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 4 dəfə azdır. Deməli, bu 4x olmalıdır ki, 1 2-dən 4 dəfə az olsun. Və 2 də 3-dən 4 dəfə az olmalıdır. Onda bu da 16x olacaq. Bu üçünün cəmi bizə nəyi verir? 4200-ü. 3 səhifənin birlikdə informasiya həcmi. 21x əgər 4200 baytdırsa, x buradan alınır 200 bayt. Bizə deyir, ikinci səhifədə neçə simvol olduğunu tap. İkinci səhifənin informasiya həcmi bizə 4 vuraq 200 baytı verir. Çünki x-i 200 tapmışıq. İkincidəki həcm isə 4x-dir, yəni 800 baytdır. Simvol sayını da belə tapırıq da. Simvol vurulsun n bit bərabərdir həcm. Həcmi 800 bayt almışıq. Unicode-da da n bit ya 16 bit götürürük, ya da 2 bayt götürə bilərik. 2 bayt götürdüm, çünki həcmi 800 bayt almışıq. 800-ü də 2-yə bölsək, alırıq 400. Yəni 400 dənə simvol var. Bir dəqiqə görüm, arada sola ötürmədik yox. 82, 83, sonra 84. Sonra, deməli, 84-də deyir ki, C3 xanasının qiymətini müəyyən edin. A1, A1 neçədir? 4. Üstə gəl, A2 vur B2. A2 vuraq B2. 7 vur 8, 56. Üstə də 4 gəlsək, alırıq 60. Sonra A2, 7, üstə gəl, A3 bölünsün B3. A3 16-dır, B3 isə 4-dür. 16-nı 4-ə böləndə 4, üstünə də 7, 11. C1 üstə gəl, C2-ni də hesablasaq, 60-ın üstünə də 11 gəlsək, bu da bizə verir 71-i. Bu 84. Sonra növbəti suala keçək. 85 nəzəri bir sualdır. Doğru fikirləri deyir, müəyyən edin. Kredit kartlarının arxasında kodlaşdırılmış informasiyanı oxumaq üçün maqnetik skanerlərdən istifadə edilir. Bəli, doğrudur. 3 növ var ümumiyyətlə skanerin. Görüntü, ştrik kod, bir də maqnetik. Maqnetik olan kredit kartlarının arxasındakı informasiyanı oxuyur. Ekranın üfüqi və şaquli istiqamətdəki nöqtələrinin sayına ekran ölçüsü deyilmir. Ekran çözünürlüyü deyilir. Ekranın ölçüsü onun diaqonal ölçüsüdür. Yəni 2 səhvdir. Matrisli printerdə iynələr dəsti görüntünü rəngləyici lent vasitəsilə kağıza vurur. Bəli, doğrudur. Matrisli printerlərin sürəti 1 dəqiqədə yox, 1 saniyədə çap etdiyi simvolların sayı ilə ölçülür. Bu da səhvdir. Enter, Escape, Home, End klavişləri xidməti klavişlərə aiddir. Enter-lə Escape bəli, amma Home-la End kursoru idarə edən klavişdir. Ona görə səhvdir. Funksional klavişlərin funksiyaları proqramdan yaxud iş rejimindən asılı olaraq dəyişə bilər. Bəli. Məsəl üçün F5 normalda refreshdir də, yəni ki, kompüteri, sistemi yeniləməkdir. Amma PowerPoint-də slaydı, yəni təqdimatı başlatmaq üçün istifadə edilir. Yəni bu funksional klavişlər proqramdan proqrama müəyyən müxtəlif funksiyaları icra edə bilir. Ona görə düzdür. 1, 3, 6 götürürük. 86. Kompakt diskin tutumu 700 megabaytdır. Klasterin ölçüsü 4 kilobayt verilib. Deyir, ora 2 ədəd 1022 kilobaytlıq mətin, 5 ədəd 2045 kilobaytlıq səs, 14 ədəd 510 kilobaytlıq video fayl yazılandan sonra diskdə nə qədər yer qalar?
Biz bunları vurub toplayıb 700-dən çıxacaq. Amma ilk növbədə bu faylların diskdə tutduqları həcmi tapmaq lazımdır. Bunlar öz həcmləridir. Bəs diskdə nə qədər yer tutur? Biz onları diskə əlavə edəcəyik. 1022 kilobaytlıq bir fayl diskdə nə qədər yer tutur? Hətta sayına vurmaq da səhvdir. Əvvəlcə bir dənəsinin həcmini tapırıq, sonra sayına vururuq. 1022-ni 4-ə bölsək, 255 qalıqla bir yerdə 256 klaster eləyir. Yəni klaster sayı bu qədərdir. Klaster sayını klasterin həcminə vursaq 4-ə 1024 kilobayt alırıq. Bu da bilirik ki, 1 megabayta bərabərdir. Və bu bir dənənin həcmidir. Burada 2 dənə yazılacaq axı. Ona görə ümumilikdə 2 megabayt olur. Sonra o birini tapaq. 2045 kilobaytlıq bir faylı neçə dənə 4 kilobaytlıq klasterə yerləşdirərik. 511 qalıqla bir yerdə 512 klaster eləyir. Klaster sayını klasterin həcminə vursaq, diskdəki həcmini 2048 kilobayt alırıq. Bu da 2 megabayta bərabərdir. Bir dənəsinin həcmi 2-dir. 5 dənəsinin həcmi isə olur 10 megabayt. Sonra 510 kilobaytlıq bir faylı neçə dənə 4 kilobaytlıq klasterə yazarıq. 127 qalıqla birgə 128 klaster eləyir. Klaster sayını klasterin həcminə vursaq 512 kilobayt alırıq. Bu da bilirik ki 1 megabaytın yarısıdır, yəni 0.5 megabaytdır. Bir dənəsi 0.5 tutur, 14 dənəsi isə 14-ü də 0.5-ə vuranda eləyəcək 7 megabayt. Toplasaq, baxın diskdəki həcmləri nə qədər tapdıq? 2, 10 və 7. Bu bizə verir nəyi? 19 megabaytı. Deməli, 700 megabaytdan 19-u çıxsaq, diskdə nə qədər boş yer qaldığını taparıq. Çünki bunlar yazılır, əlavə edilir. Yəni, əlavə edilənlər artıq dolu hissədir. Dolu hissəni çıxsaq, eləyir 681 megabayt. Yəni, bu qədər hissə diskdə boş qalıb. Bu da olur, deməli, 86. Sonra 87 ana. Uyğunluğu müəyyən edin. Cx 16-lıqdadır, 195 də 10-luqdadır. Yəni, bu tərəf onsuz da 10-luqda verib. Bu tərəfi də 10-luğa çevirək. 0, 1, belə nömrələyək. C 12-də axı 12 vuraq 16 üstü 1, üstəcəm x vuraq 16 üstü 0. Bərabərdir 195-ə. 12-ni 16-ya vuranda 192 eləyir. Bu x-i verir 16 üstü 0, 1 olduğuna görə. Buradan biz x-i alırıq neçə? 3. 1 olur y bəndi x, yəni 3 tapılır. Keçək 2-ni tapaq. 1, 3 dənə 1, x, 0, 1, 2-likdədir, 57 isə 10-luqdadır. 2-likdən 10-luğa daha rahat keçid qaydası var da, sağdan sola 2-nin qüvvətlərini 1-dən başlayaraq, yəni düzürük. Sonra bilirik ki, 1-lərin üstünü toplayırıq, 0-ların üstünə baxmırıq. 1-lərin üstünü toplasam, 32 ilə 8, 40-ı verir. 40-ın üstünə 16, 56-nı verir. Üzərinə də 1 gəlsəm, 57 alıram. 57 üstəgəl, bu x-i hələ ki bilmirəm, qoy qalsın. 57 üstəgəl x bərabərdir 57 alıramsa, deməli bu x burada 0-dır da elə. Yəni x 0 olsun ki, mən onu götürməyim. Qalan birlərin üstünü toplayım, 57-ni versin. Yəni 2 olur, D bəndi x 0. Sonra 3. x3 10-luqdadır, 6x isə 8-likdədir. Bu nə deməkdir açılışı? Yəni əslində bu da x vuraq 10, yəni 10x, 3-də 3 deməkdir də. Bunu da çevirsək, 6 vuraq 8, 48 plus x-i verir. 9x əgər 45-dirsə, x da buradan alınır neçə? 5. Neçə də olur? B bəndi. Sonra 88. Deyilir ki, hər birinin həcmi 3 kilobayt olan 5 ədəd səs faylı, 5 kilobayt həcmə malik 4 ədəd mətin faylı, bircə diskdə nə qədər yer tutar? Neçə kilobayt? Yenə də deyirəm, yəni sayını birbaşa həcminə vurmaq səhvdir. Əvvəlcə bir dənəsinin həcmini tapmaq lazımdır. Yəni 3 kilobaytlıq bir faylı neçə dənə 4 kilobaytlıq klasterə yazarıq?
Elə bircə dənə. Bu klaster sayını klasterin həcminə vursaq, diskdəki həcmini 4 kilobayt alırıq. Bir dənəsi 4 kilobayt yer tutur. Bəs 5 dənəsi nə qədər yer tutar? 5 bıraq 4, yəni 20 kilobayt. Bunu tapdıq. Sonra o birini tapırıq. 5 kilobaytlıq bir faylı neçə dənə 4 kilobaytlıq klasterə yazarıq? 1, qalıqla birgə 2 klaster. Klaster sayını klasterin həcminə vursaq, 8 kilobayt alırıq. Bir dənəsi 8 kilobaytdır. Axı 4-də də var. 4-də də vursaq 32 kilobayt alırıq. 20 üstəgəl 32. Birgə nə qədər yer tutur? 52 kilobayt. 52. 89. Deyir, 132 səhifəli sənədin 1, 11, 21 və 132-ci səhifələrində şəkil var, yəni qrafik təsvir. Qrafik təsvir bu qədər piksel və bu qədər rəng çaları ilə kodlaşdırılıb. Qalan səhifələrində bu qədər sətir, bu qədər simvol var və ASCII-də kodlaşdırılıb. Bu sənədin həcmini tap. Sənədin həcmini tapmaq üçün biz şəkil ilə mətnin həcmini ayrı tapıb, ayrı-ayrı yəni tapıb toplamalıyıq. Çünki bu ayrı düsturla tapılır, bu isə ayrı düsturla. Şəklin həcmi necədir? Piksel sayı vurulsun, rəng dərinliyi. Bu bizə verir şəklin həcmini. Piksellərin sayı 256 vur 256, yəni 2 üstü 8 vur 2 üstü 8. 64 rəng çaları verib. Bu bizə böyüyeni verir. Bəs 2 üstü 6 kimi göstərsək, buradan rəng dərinliyini, yəni iynə 6 bit alarıq. Bu da eləyir 2 üstü 16 vuraq 6 bit. Bu bir dənə şəklin həcmidir. Amma bizə əvvəldə demişdi ki, bu 4 dənə səhifədə şəkil var. Gəlin onda 4-ə vuraq sayını. Yəni 4 dənə bundan var. Hətta bu da 2 üstü 2 olduğuna görə 2 üstü 18 vuraq 6 bit yaza bilərik. Axırda cavabı kilobaytla istəyirdi. Elə əvvəldən çevirək. 2 üstü 13-ə bölsək nəyi verir? 2 üstü 5 vuraq 6'nı. Yəni 32 vuraq 6. Bu da 192 kilobayt. Bu bizə verdi şəklin həcmini. Yazaq bura şəkil 192 kilobayt. İndi buranı silirəm. Artıq şəklin həcmini tapdım. Buranı siləcəm. İndi keçirəm mətnin həcmini tapmağa. Mətnin həcmi necə idi? Səhifə vurulsun, sətir vurulsun, simvol vurulsun, embed bərabərdir həcm. Səhifə sayı 132 səhifənin bu 4 dənəsində şəkil var deyir, qalanlarında da mətn var. Onda 132-dən 4-ü çıxsaq, 128 səhifə eləyir. Sətir sayı, yəni bir səhifədə olan sətir sayı 64. Hətta gəlin birbaşa elə 2-nin qüvvəti ilə yazaq bunları da. 128 səhifədirsə, bu 2 üstü 7-dir. Sətir sayı 64, 2 üstü 6'dır. 64 simvol var, bu da 2 üstü 6'dır. ASCII-də bir simvol 1 bayt yer tutur. Yəni n biti 1 bayt ya da 8 bit də götürə bilərik, fərqi yox. Bu bizə verir nəyi? 7, 6, 13, o da 6, 19. 2 üstü 19 baytı. Kilobayta keçsək, 2 üstü 10'a bölərik. 512 kilobayt alarıq. Bu da olur mətnin həcmi. Mətni də aldıq 512 kilobayt. Qalır bu ikisini toplamaq. 512 üstə gəl 192 də bizə nəyi verir? 4, 01 yadda 704 kilobaytı. Yəni ümumi sənədin həcmi olur 704 kilobayt. Sonra sonuncu sualdır. Deyir bu ifadəni ikilik say sistemindəki yazılışında sıfırların sayını müəyyən edin. Ümumiyyətlə, bu tipli misallarda çalışaq ki, vurmanı toplamaya çevirək. Ya toplamaya, çıxmaya. Çünki vurma ilə iş çətinləşəcək. Həmçinin bu tipli 2-nin qüvvəti olmayan ədədləri özlərinə yaxın 2-nin qüvvəti ilə başqa bir ədədin cəmi şəklində göstərək. Məsələn, 260 hansı 2-nin qüvvətinə yaxındır? 256-ya. Bu üstəgəl 4-dür də, yəni 260. Vurulsun. Bu da 256-ya yaxındır. 256 çıx 4. Artıq buradan görürəm ki, bu müxtəsər vurma düsturudur da. Yəni a kvadratı çıx b kvadratı bərabər a çıx b vuraq a plus b-dir. Biz bunu bu formaya geri qaytaraq. Yəni 256-nın kvadratı çıx 4-ün kvadratı. Buranı da toplayaq da onsuz onluqdadır hələ ki bu. 17 üstəgəl 8, 25.
Hətta çıxmanı da azad eləyə bilərəm ki, ancaq toplama qalsın, daha sadə olsun. 256-nın kvadratı. Bu 16-dır da. Bizə nəyi verir? 256-nın kvadratı üstəgəl 9-u. Artıq sadə bir şey alıb. 256-nın kvadratı üstəgəl 9 ikilikdə nəyə bərabərdir? Yəni, sual budur. Bu nədir? 2 üstü 8 üstü 2-dir. Niyə belə göstərir? İkiliyə keç deyirsə, 2-nin qüvvəti yaratmalıyıq burada. 9 da 8 plus 1-dir, 2-nin qüvvəti kimi göstərsək. Bu 2 üstü 8 vur 2, 16-dır. Bu 2 üstü 3-dür, 1 də qalsın. Bu ikilikdə nəyə bərabərdir? Əmsal 1-dir. 1 yanına 16 dənə 0-a bərabərdir. Mən indi təqribi yazıram, belə. Bu ədədin üstünə 1 gələndə axırıncı 0 1-ə çevrilir də. Bu da 1 vuraq 2 üstü 3'dür. Yəni 1 yanına 3 dənə 0'dır. Bax, sondan 3 dənə sayın. 1, 2, 3. Bura 1 düşəcək. 1 yanına 3 dənə 0. Yəni, bu ədədin 1-in yanına 16 dənə 0 düzmüşdük. Bu 16 dənə 0-dan 2 dənəsi 1-ə çevrildi axı. Neçə dənə 0 qaldı yerdə? 14 dənə. Yəni, 14 dənə burada 0 olur. Bu da belə. Gələn videolarda görüşənədək.